Açıq şəkildə qeyd edək ki, bütün danışıqların birinci razılaşmaların pozulmasına əsas səbəb qlobal güclərin niyyətlərinə çatmamasıdır. Qısa bir müddət ərzində Rusiya-Ukrayna müharibəsinin bitirilməsi, eləcə də müharibənin dərinliyinin Rusiya həyata keçirilməsi, Rusiya tərəfindən Ukraynanın tam belə desək, bilirsiniz, Kiyevin 30 kilometrinə qədər gəlmişlər. Həm Belarusiyadan gəlmişlər, həm Şərq cəbhəsindən gəlmişlər. Məqsəd hər iki tərəfdə müharibənin tamı-tamına Rusiyanın parçalanmasına qoyulub qərb tərəfdən. Rusiyanın da məqsədi Kiyevi tamı-tamına işğal etdikdən sonra Baltika ölkələrinə çıxmaq və sonradan Böyük Rusiya dövlətinin yaradılması prosesindən. Siz ona inanırsınız ki, SSR-in bərpası istiqamətində hazırda Rusiya bütün silahlar, bax, əgər bu Latviya, Litva, Estoniyada işi yoxdursa, nə üçün ora kəşfiyyat təyyarələrini, digər vasitələri göndərir? Rusiya fikirləşir ki, ümumiyyətlə bu müharibə belədir. Türkiyə bu fəaliyyəti Suriyada etdi, Yaxın Şərqdə etdi. Türkiyə sərhəddinə gələn qaçqınları yerinə qaytarmaq üçün Türkiyəyə doğru gələn işid qüvvələri, digər vasitələr harada qarşıladı? Həmin ölkələrin tərkibində əməliyyatlar keçirdi PKK-ya qarşı və digər. Bu, bilirsiniz, müharibələrdə ölkələr bir-birinin praktikasına istiqamətlənir. Rusiya düşünür, nə üçün Belarusiyada müharibə getməlidir? Nə üçün Latviya, Litva, Estoniyada onun sərhədində müharibə getməlidir? Elə bunlar mənə qapımı açacaqsa, mən də onların qapısını açacam. Məsələ bundan ibarətdir. NATO gözəl şəkildə bilir ki, sadaladığım Estoniya, Latviya, Litva, Polşa, Rumıniya istiqamətində Rusiyanın addımı olacaq. Artıq NATO təyyarələrə müdaxilə etməsə də quru əməliyyatlarına tamı-tamına hazırdır. Və bu quru əməliyyatların raket sistemləri hardan idarə olunacaq? Atılan çox mənzilli raketlər hardan idarə olunacaq? Ukraynanın ərazisindən. Nə üçün Polşada Ukraynanın səfirliyi vuruldu? Rusiya bunu elə belə vurmadı. Rusiya bilir ki, həmin səfirlikdə həmin o qərargahlar və həmin o sövdələşmələr orada keçirilir həyata. Məsələ bundan ibarətdir ki... Ukraynadakı Polşa səfirliyinin vurulması. Bəli. Yəni, bu məsələ bundan ibarətdir və mən düşünmürəm ki, artıq nəsə nəzarətdə götürülə bilər, nəsə müharibənin bitməsindən söhbət gedə bilər. Trump açıq şəkildə qeyd etdi ki, Ukrayna bütün ərazisini bərpa etməyə BMT-nin əsasları ilə hüququ vardır və biz dəstək verəcəyik. Əgər Ukrayna öz ərazisini Donetsk, Lugansk bərpa edəcəksə, bu Rusiyanın ən toxunulmaz ehtiyatlarının döyüşə yeridilməsinə gətirib çıxaracaq. Rusiya da son ehtiyatlarını döyüşə yeridirsə, o dayanmayacaq. Məsələ bundan ibarətdir. Yeri gəlmişkən, efirimiz davam etdiyi müddətdə biz danışdıq uzaq mənzilli raketlərlə bağlı. Kate Kellogg-dan açıqlama var. Qeyd edir ki, Amerika hələ Tomahawk raketlərinin tədarükü ilə bağlı qərar verməyib. Zelenski bunu xahiş edir. Dediniz, yəni, əgər belə bir qarşıdurma yaşanarsa, Belarus prezidenti də açıqlama verdi. Dedi, əgər Qərb bu məsələyə, yəni hücuma keçərsə, hücuma keçən tərəfi Qərb kimi göstərir, NATO kimi, o zaman biz cavab verməyə hazırıq. Belarus və Rusiya. Onlar bir blokdur. Yəni bir blok şəklində. Çünki bilirsiniz ki, Belarusiya qarşı Ukrayna müharibəsindən öncə Belarusiyada müxalifət istiqamətləri Lukashenkonun hakimiyyətdən getməsinə, necə ki, belə deyək də, inqilabi bir, necə Ermənistanda bu proses başa verdi. Rusiya həmin dövrdə Belarusiyanın yanında oldu və onlar birgə dövləti, belə desək, həmin təhlükədən qurtardılar. Ona görə də bu bir blokdur. Rusiya-Belarusiya təlimi də buna işarə verdi ki, bütün NATO ölkələrinə ki, siz başlasanız, Belarusiya burada, yəni sakit durmayacaq. O öz insan ehtiyatları ilə bu döyüşdə iştirak edəcək və Belarusiya döyüşçülər də Ukraynanın işğalı zamanı ilkin dönəmdə bu döyüşlərdə iştirak etdi. Yəni, bu praktik olub. Bu məsələdir. Bir də mən bir əsas məsələni qeyd etmək istəyirəm ki, Ukraynanın hal-hazırki, belə desək, müharibə cəhbəsində bütün cəhbə boyu Rusiya son bu həftəni böyük itkilər verərək, elə Ukrayna tərəfi itkilər verib, ancaq heç bir irəliləşə nail olmayıb. Yəni, məsələ bundan ibarətdir ki, bu qədər müharibələrin gedişində Ukrayna Rusiyaya qarşı balaca dövlət olsa da, ərazisinin itirilməsinə baxmayaraq, əldə olunduğu əraziləri qorumağı bacarır. Rusiya tərəfdə irəliyə bilməyib. Onu demək əsas fakt budur. Yəni, bu bir həftəni və 7000, baxın, Trumpda çox dəqiq məlumatlar var, 7000 itki verib.
bu həftə Rusiya Silahlı Qüvvələri 7000. Bu deməkdir ki, Amerika çox yaxından vəziyyəti izləyir. Və ona görə də mümkün qədər müharibəni uzadaraq Rusiyanın geri bölgəsini əldə saxlayaraq Avropaya gedən neft, qaz emalını dayandıraraq geri təminatını saxlayıb Rusiyanı təkləməkdir proses. İndi burada Hindistanla, Koreyala, Çinlə nə sövdələşmə olacaqsa, onun nəticəsində biz müharibənin gedişatını görəcəyik.